Salam əziz dostlar. Bugünkü videoda söhbət trek haqqında gedəcək. Trek işıqlanma sistemi haqqında biraz informasiya verəcəm sizə. Nə cür olur, işıqları necə olur, profilləri nətər olur. Çalışacağım lazımlı olan, ən əsas lazımlı olan informasiyanı verim sizə ki, indi bu dəqiqə moddadır bu sistem. Amma bəzi adamlar qorxur bunu qoydurmağa, yəni çəkinirlər. Ona görə də nə lazımdır, nə bilmək lazımdırsa bu haqda, trek haqqında bugün siz biləcəksiniz. Bu videoya axıra qədər baxandan sonra. Deməli, sistem əsas daşıyıcı funksiyanı daşıyan, yəni rol oynayan trekin özüdür. Yəni, bax, belə bir profildir, alüminyum bir profildir. Alçıpana bərkidilir, hər iki tərəfli. Və burada bir şey vurğulamaq istəyirəm ki, ən əsası odur ki, yəni ən çox ustalar orada səhv edir. Bu profili alçıpanın içinə, yəni yerləşdirəndə, ustanovka eləyəndə qəti şəkildə bu profili, yəni alçıpanına sıxmaq olmaz. Bunun üstündə spesialni plasmas qoruyucu belə bir planka olur. Onu mütləq keçirmək lazımdır bunun üstünə. O həm qoruyur, profili qoruyur ki, zirzibil ora keçməsin, yəni şpakrovka girməsin içəri profilin içinə. Həm də qoymur ki, bu profil sıxılsın. Ona da baxmayaraq, yəni yenə də o profil, yəni o plasmas keçiriləndən sonra yenə də bu profili sıxmaq mümkündür. Yəni, amma onu eləmək olmaz qəti. Yəni, alçıpan vuran adam diqqətli olmalıdır. Əgər alçıpan 1-2 mm artıqdırsa, girmirsə, onu mütləq yontalayıb, yəni düzəliş eləməlidir, ondan sonra qoymalıdır ki, sıxılma olmasın. Sıxılma olsa nə olacaq? Sıxılma olsa bu işıqlar, bu fərq yoxdur, yəni bu trekin üstünə quraşdırılan işıqlar keçə bilməyəcək, yəni keçməyəcək. Çünki orada razmer ancaq-ancaqdır, yəni bu boş keçmir də o şeylər, bu spotlar, elə bir ki, ora boş keçmir. Orada spesialni zajimlər var. Onların vasitəsilə bu spotlar orada bəlkə belə deyək ki, qalır. Əgər milimetr orada boşluq yoxdur, yəni bu çip keçir, belə deyək. Əgər siz bu profili sıxsanız, belə, bircə milimetr bəsdir ki, o səhv olunsa, bircə milimetr. Bu spotlar girməyəcək ora. Ona görə də diqqətli olun, profilin özünü ustanovka eləyəndə çox diqqətli olun, sıxmayın və hər şey yaxşı olacaq. Bütün profilləri ustanovka eləyəndən sonra ondan sonra biz işıqları quraşdıra bilərik. Bu bizim deməli, bu drosseldir. Əsas pitaniya verən o trekə drosseldir və işıqlarıdır. Bir şey demək istəyirəm ki, maqnitli, yəni patoloqun içində olan, yəni bizimkindən bu cürə treklərdə drossel quraşdırılandan sonra, yəni 48 volt, bütün trekin içində 48 volt olur, 220 yox. Amma trek var ki, patoloqun üstünə vurulur, yəni belə gizli deyil də, üstdən vurulandır. Üstdən vurulanlar isə 220 voltdur. Başdan 220 bağlanır və özü gibi axıra qədər 220 gedir. Hər bir işığın özündə drosseli olur.
O biraz apasını, təhlükəlidir. Yəni dəyişmək istəyəndə zad ora-bura diqqətli olmalısınız ki, hər yerdə trekin özündə xəttlərdə 220 olur. Bu treklərdə isə 220 deyil. Başda drossil qoşulur. Bir buradadır, bir buradadır məndə drossillə. Drossil qoşulandan sonra daha bu trekdə 220 yox, 48 voltdur. O təhlükəlisiz bir напряжениyadır. Və işıqların özündə, spotların özündə drossil olmur. Birbaşa işıqdır. Ona görə də bunlarda çıxıntısı belə, o birlərdə isə 220 ilə işləyənlərdir. Yuxarısında belə artıq bir başlıq var da, belə deyək ki, o drossildir, blok pitaniyadır. Bunlarda yoxdur. Ən premialni variant, yəni ən yaxşı variant bu variantdır. Deməli, bu dəqiqə açacağım sizə, göstərəcəm nətər olur bunlar. Bu drosselin özüdür. Drosseller cürbəcür olur, vatından asılı olaraq. Yəni, baxır ki, siz nə qədər spot qoya bilərsiniz, qoymaq istəyirsiniz ora. Mən 200 wattlığını qoyuram birbaşa. Məsələn, burada kvadratdır bizdə. Bir belə yarıya 200 wattlığını qoymuşam, bir dənə də yarıya 200 wattlığını qoymuşam ki, həmişə çalışın ki, drossel heç olmasa 20% işıqlardan artıq pitaniya versin, yəni güc versin. Məsələn, siz işıqları almışsınız, tutaq ki, 5 dənəsini 20 wattlıq, bu eləyir 100 watt. 100 watt siz işıq qoyursunuzsa, 100 wattlıq drossel almayın. Drossel güclü olmalıdır. Orada bir balaca fərq var qiymətdə. Artıqını alın. Məsələn, mən 200'lük alıram, rahat gücə düşmür də onda drosseldə. Nagruska olmur onda ona. Deməli, bu drosselimizdir. Burada kontaktlar var, görə bilərsiniz. O kontaktlarla bu drossel pitaniyanı ötürür xəttlərə. Belə. Bu drosseldir. Bu işıqların özüdür. Bu isə burada kontakt var və burada kontakt var. Bu isə işıq həmən xəttlərdən pitaniyanı bu kontaktlarına götürür. Bu belə. Bu uzun işıqdır. Bu da spotdur. Hamısı Mozi firmasınındır. Yaxşı keyfiyyətli mallardır. Kitaydır, düzdür. O biri başqa firmalara baxanda çox ucuzdur. Amma keyfiyyətlidir. Bunlarda problem mən görməmişəm. Deməli, bir dənə də deyim, yəni bu cürə spotlar, bu cürə yumru spotlar bir neçə cürədir. Wattdan asılıdır da. Həm wattdan asılıdır. Biraz güclü, biraz zəif var. Bir də verdiyi işıqdan da asılıdır. Yəni, ağ, gün işığı, bir də sarı işıq. Hamısından var. Həmən bu uzun işıqlar da elədir. Wattdan asılıdır. Yəni, watt həm də uzunluq söhbəti. Deməli, bu 60'lıqdır. Səhv eləmirəmsə 20'lik də var. Ondan sonra 60'dır. Sonra bir də deyəsən 90'lıq da var. Hərənin öz wattı var. Və yenə də dediyim kimi ağ, gün işığı və sarı işığı var. Və bir şey də var ki, yəni bu trekin nəyi yaxşıdır? İşıqlar stabil qoyulmur. Yəni belə deyək ki, hardan istəyirsiniz orada qoya bilirsiniz. Sürüşdürürük məsələn bu tərəfə. Oldu burada. Bu işıq burada biraz istəmirsiniz, biraz o yana istəyirsiniz, sürüşdürdünüz o yana, все. Yəni, lüboy istədiyiniz yerə vurmaq, yəni yerləşdirmək olur. Əsas odur ki, calağa düşməsin. Calaq burada bizdə künclərdə calağı olur. Görə bilərsiniz. Çünki relslər bir-birinə dəymir orada da. Calaq mütləq qoyulmalıdır ki, напряжение buradan o yana ötürülsün. İşıqlar da bu fırlanan işıqdır. Belə də fırlanır. Belə də fırlanır. Belə.
Burada isə iki dənə düz xəttimiz var. Yəni yumrular ramkalara baxır. O bilər isə uzunlar elə belə ortanı işıqlandırmaq üçün qoyulub. Çünki bu yumrular işığı направляющий verir, yəni точечный spotlardır da bunlar elə gedir. Yəni işığı çox yaymır. Ona görə də bu işıqlar, bu yumru işıqlar çox da elə də otağı işıqlı eləyə bilməz. Ona görə də araya bunlardan vurmaq lazımdır ki, общий otaq elə bir ki işıqlansın. Bax belə. Belə dostlar, video xoşunuza gəldisə like qoymayı unutmayın. Sağ olun, salamat qalın.